Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Burada yaradılan şəraitlə tanış oldu. Mərkəzin foyesində ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət güşələr var. Binanın birinci mərtəbəsində oyun zalı yaradılıb. Burada müxtəlif növ oyun aparatları, 4 cərgəli bowling zalı, kafe fəaliyyət göstərəcək. Mərkəzin yaradılması Bugün Gənclər Sarayının şef-poveri, əzizimiz Süleymanın qardaşı balasının xeyirişidir. Öz növbəmdə göz aydınlığı verirəm. Allah xoşbaxt eləsin. Toydan gözəl kadrları çəkib paylaşır. Zəngələ, zəngələ, o qara qıza zəngələ, o səni çox sevir, səndən onu zəngələ, 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 o qara qıza zəngələ.